Mənə bir dənə nuqsa yazıblar, veriblər. Deyiblər, şərbətinin özünü tapasan, müşabihət olmaz. Bu tərbizi biz alt üst eləmişik. Yox, məhə bunu tapa bilək, gəldim axidə mərəddən tapdım. Şərbəti ansifabol. Bu bir dənə şərbətdir, uşağa versin, uşuluq uşaqlar sifətə şuluqluq elərlər. Məğzinin üstündə elə bir aynanın üstünə bir dənə toz olaha siləsən. Məğzi ucu təmizlə. Özü də dəftərçiyə yazıblar. Davaxanalar da dəftərçiyə nə o şərbəti aydan verirlər. Azad nuqsa deyil. Və dəftərçiyə baxıyıq. Qurusu var, kəpsulu var, şərbətinin müşabihi var. Dedim, müşabihi olmaz. Deyəcəyə öz olar. Deyək da tap da. 40 litri benzin, bir peykan, tərbiz, biz dolandıq. Mən gördüm, yox. Bunlar dəftərçiyə verən dərlər. Dəftərçiyə, dövləti dəftərçiyə, karimənlə gətiyə bu şərbət ansifabol verən dərlər. Bunlar məni sər edir. Dedim, icazə ilə, indi bir İsmail Heydərinin cuşa gəlirəm. Bu dəfə mən səhiyəcəyim. Tərbiyyət xiyabanında bir dənə davaxana var, İran. Getdim, giydim oya. Nuqsanı dəftərçəni qoydum oya, gəldim, dudum bu yana danışmadım. Elə qoydum oya, çəkildim, dudum dalda. Dalda duyandan sonra bu indi bir o, daha dəftərçəni. Çağıydı, ay Heydəri. Ay Heydəri, mən hiç getmədim qabağa. Ay Heydəri, getdim qabağa. Yox, ağacan, kəpsulu var, qursu var, şərbətinin müşabihi var. Mən bir belə baxdım bunun üzünə, bir balaca şüşəni kəsərlər ödən, əl uzaydarlar çə. İndi başımıdan soxuyam içəyə. Bu əli ilə itəli eşiyə, mən başımıdan soxuyam çə. Deyir, babacan, eşidiyəm də, dalda. Çəkildim, düdüm dalda. Yox, dinmədim. Deyir, sən nənəm var, kəpsulu var, qursu var, şərbətinin müşabihi var. Deyirsən, deyim. Biraz baxdım üzrə, biraz izlədim. Müşabih olmaz. Yox. Müşabih olmaz. Dedi, bəs olmaz nəzil mən. Mən neynim? Bir dənə heykəlli oğlanlı da gülüydü, çöndüm. Biz baxdım ki, mənim dilim ucuydu, niyə sən gülürsən? O da bir sərə üzün çevirdi hemen. Gərək özün verəsən. Baba, yoxdur, mən neynim? Mən deyəm, bu da deyil. Nəcə eləyim, bunu mən qan eləyim. Ağacan, müşabihi var. Müşabih olmaz. Deyək və mən nə dedim? Mənə bax görüm. Yerə badın canım müşabihi kədu. Olay. Xiyam müşabihi moz. Olay. Xurma müşabihi yemiş. Olay. Şinin müşabihi. Qəndi müşabihi şəkər. Olay. Hey, mən deyəm, hadi, ikisi də şirindir daha. Deyim, soğuk dəməndən zat eləyədir. Ondan sonra ölməkdir. Xudafiz. Dəftərçən vey mənə. Bir də güldü bir də, Mahmud, çıx üstəki elə bir oyda vaydı qutuda. Çıxdı, getdi, gələt, 4 dənə gəldi. Elə ki, şərbətləri aldım, alandan sonra dedim, deydi, deyib, bəli, deyim, sən nə deydi deyəsən, müşabihsən. Bir gün Nəhmədə, mənim baymaqlarım üçün Pərvaniyə, şofeyin əlaxı görəcən elə pişik baymağı kimini, hər yandan qırtılıb, cəhdə qalıb, cühdə qalıb. Zəncanda baymağım düşdü Pərvaniyə, Ərsən baymağım Tantonun qırdı. Getdi, sümüyü də geçdi o tərəfə. İndi bir o, getmişəm Tehrana. Tehranda
Bimaristan Xalicdə şumara duda vermişəm, əməl eləyiblər. Gittim, gəldim Təbrizə. Mənim canımda bir yeyim, məsələn, yana bir yeyim, kömzə bağlıya, ha. Amanım gəlməzdə ki, qutdalıyam. O adama qudum bu baymamaq edə çiğlər. Getdim, döhdüyə. Döhdü dedi ki, gəhkidirsən, yatasan Bimaristanda, əməl eləyələ. Bu çiğləyibdir, gəbun çikin kurtaj eləyələ, çıxardalar. Döhdü də tanışıdır. Mən apardılar, yatdıda Bimaristan şəhədədə, indi yatmışı qoyda, beş sava əməl eləyir. Bir dənə fəqət bu baymağımdır. Daha çünkü döydü tanışıdır, deyir ki, bir həftə saxlaram bilir mən sana da. Baymağım doktor, bəxilən götür, ondan sonra gedirsən, eşiyə geçsin, soğuqdur, baymağım verəmirlər. Deyim, yaxçay döydüm. Biz gəldik və indi mühiti məhəsənədə ki, də yavaş-yavaş məndən də həm təxt olacaq. Bir dənə də oğlan, qızıl kəsəndə o qeyçi ilə baymağın qoyubu da qızılına bağım qırpmışdı. Dinaq-minaqsa getmişdi, bəx yavmışlar. İndi ikimiz yatıyıq otaqda. Təbrizdə Bimaristan şəhədədə bəxşin içinə giyəndə o quşədə əvvəl otaqlar do təxt olarlar. Tüçü part olanlar ötürürlər. Biz indi, ikimiz yatmışıq oyda, yoldaşım. Danışıq o yandan, bir yandan külüyü filan mehman. Bir dənə pərəstər vardı. Biyo, gətdə axşam çalma gəzə verirlər, mən baxdım gəziyor. Elə hayana qutdaladım, gördüm, sən ölməyəcən. Quru düyü, arpa kimi. Nə üstünə bir belə yey köküb rəndəliyiblər, heç də dilə qaçdı, mənə ətmətdən xəbər yoxdur. Dedim, xanım, bu ya sınıq bəxşidir da, bəxşi şikəstə bəndidir, ortopedidir. Burada gəl mərizə kəllə poça verlə, zinci verlə, tan ki onu damarı dadı şirələnə eləyə. Nə mənədir, quru dürünü basmışım bizim qava. Biz bunu yesə pəndam olduq. Gedəsən müstəraha, güc verəsən bəxiyasa tayadamı. La gəlim, buna bir yağ qatın ki, geçsin, nə şayaq. Dedi, nəmə, biz də ondan yiyik da. Yiysən ki, yemsən ki, çiçin pərəst dağıdır. Bir eynək vurmuşu gözünə, istikən götür. Yiysən ki, gəl. Demiyorsun. Cöynə də, Hacı Şeyx Məhəd və çəllə paça. Deyim də yesə sən nə yetsən də, nə rahat olursan, mən yeməyəm. Deyim, mən bunu yeməyəm. Gedin o da rəxkəndən paltalarım gətirin, zəf edim, eşdən biləmə qəşər, həm bir gel müşabə filan, deyim, mən eşdən şam gətirim, mən bunlar şamı yeməyəm. Hələ o şam, səhər görmüşəm o çiçin pərəstə gəlir. Uzan yerə. Deymişəm, nə vay? İynə vurum. Deymişəm, başla, şahit dəyifindən vuratsan, şofey deyifin. Deyir ki, abıda nə şahit şofey var? Dedim, baba biz şofeyik da, sağ sol bilmək ki, bu yan şahit dəyifidir, bu yandan şofey dəyifidir. İndi sən nəci vurursan mı da? Uzan, dedim, yaxşı uzandım. Gəl, vay. İndi belə yatmışam, birisi, elə istədi, iynəni vurab belirlədim. O nələ? Dedim, istəm köydə vurasan da, əlmə yerə köydə vur. Deyim, əlmə yerə köydə vur da. Bu iynəni qoyduya getdi. Gedəndən sonra bir dənə ayı pərəstə gəldi. Yok. Bu getdi, ayrısı geldi. Ayrısı geldi dedi ki, ağa, demem bu da Çiğmanşah'tan təzə gəlib, təzə tüy köycəsi. Ağa, dedim, bəli. Siz xanıma nə mənə demişsiniz? Dedim, vallahi, heç sət demədim, xanım. Uzandım yerə. Dedim, ya şahit təyiqindən bu, ya şofey təyiqindən. O da deyib, bir də şofeylik ranəndə. Deyim, biz şofeyik da, ranən deyil. Şuğlum ranənlədir. Biz də demək ki, sağ tərəf, sol tərəf. Bu yan şahit tərəfidir, bu yan şəhər. Bu da cili, xoda zinə. Siz nə qədər şıxsınız, dedim, xahiş edirəm. Elə istədim, əldim, bura götümü qozladım görə. Bu dedi, ben ya bu cür elisiz. Dedim, istəyəm sən nə əlməyəsən. Göydə buyda. Narahan olma, əlmə. Bu gülmək tutub. İndi gülü
Hey iğnəni də istəyəcək ya, vuymu hey belə gülü, batı dedim hanım, axal döysən ya iğnə vurursan. Nə xal döysən, onda gördüğümüz zərgər dedi, eyvah, baybamı bəx yazar. Asma, sən Allah az güldü, eyvah. Deyim, nə oldu? Baymamın bəxyəsə atdı, güldüm, qan açıldı bana. Dedim, bu yanı sıx güləndə. Deyim, bu yanı sıx, ondan güldü ha. Yatıyıq, köpək olun bu məhsanasında nə pişiklər var. Gəlirlər, giyirlər içərim. Dolanırlar, baş kəsirlər, gedirlər. Bir vaxtı belə çox səhman pişiydi. Qorxmadığına nəzəri vəzn 35 kilo. Köpək olu carı bəlgiydi, o pişik dəldi ki. Belə çəpivi rast elə naxoşu yiyəydi o. Sən ölmə, o iki həftə mən pişik görmə. Kanada cəhbəsini alsın, qucağına pasın, qozu çəni o əlində. Peysən, naxoşlasa döydü oyda, qıçısınca döydü, beli səpsə döydü. Geydi yaş basana da yiyin. Bir gün gəldi giydi otağa. O zərgəyə deyim ki, pəncəyəni bağla, oradan gedə yeşiyə. Bundan işim var. Duydum balıncın üzünü çıxartdım. Qapını bağladım. Biləsin tumarladım. Naz, hoş gel. Dedim, qəşəng. Nazı. Dedim, gözəl. Balaca balıncın başını geçitdim yüzüne. Götündən bir dənə pil elədim, getdi balıncını. Yığdım, quyruğu qaldı işte, saldım isə bağladım. Bağı ilə balıncını bağladım, indi dedim, indi işləm bir götün qımdıram, yanım. Dedim, aferin. Çıxdım eşiyə. Çıxdım eşiyə, o yana baxdım, bu yana baxdım. Gördüm, yox, iskar pərəstvarı da heç kəs yoxdur. Apardım, yavaşcana qoydum o pərəstan səndəliyin üstünə, pətunu çəkdim üstünə. Pətunu götdüm, pişiyi qoydum alta, yox, çəkdim üstünə, elə ki çəkdim üstünə çəkəndən sonra, yox, pətunun qaldı altında dəbdinməyib pişir. Haydən bir səs salın. Sənə deyil, gələcə mənə çıxat daha bir da. Ocu deyək da. Mən niyə saldım bu ya? Balaca da dinmədi, yavaş. Mən onunla gördüm o yandan, bir xanım zəncənə var. Gəldi. Fəriba, o taxtda 14-ün pərvəndələrini neynəmsən? O deyir, valla, ay götüyə mən utandı deyəcək. Gəldi, talası çıxdı oradan elə bucu səndən də. Belə götün qoydu, elə qoyanda pişər. Atdan bucu. Bu qalxdı, eyvay. Mən, eyvay mama, eyvay. Otaqdan çıxdım, xanım nə oldu? Eyvay deyir, xanımı yellirlər. Mən yavaşca giydim otağa, yatdım, gördüm də mənə göyən yoxdur. Getdim yuxuya, pişiyi balışdan çıxaydılar, çıxaydana bir dənə dinaq salmış düzünə. Otuban çəkmişdi belə fətdaha. Heyvan elə giydiydi, kilometr bağlasan 120. Oyan bir an, ağamını kim eləyib filan, o çiçin pərəstlədim şu təxti yeşdə yatandı var. O şofeyin işidir. Qız bilmirsən nə oyuncaq deyim. Gördüm o xoşgil pərəstlə gəldi. Siz qurbanı saldınız rubalışa. Dedim baba nə qurbəsi?
قربرو من این دیگه خودم بیام نشته اصلا خانم زنگنه نه زنجانه ترسلده تکو ترسید دیدم حالا من خواب کرده من نمیدانم ندانی من گربه کجا رفت نمیدانه آره